Gəlin belə bir sualın izahına baxaq. Deməli, birləşmənin bir molekulunda olan kovalent rabitənin sayını soruşur. Deməli, Y bəndindən başlayaq. Kalium 2 SO4. Deməli, kalium 2 SO4. Ümumi rabitənin sayı necə tapılırdı demişdik. Sadəcə oksigenin valentliyini sıra nömrəsinə vurmaqla. 4-ü 2-yə vururuq 8. Yəni, ümumi rabitənin sayı bu formada tapılır. Amma biz kovalenti istəyir deyə biz iyonu çıxmalıyıq oradan. İyon isə metalın sıra nömrəsini valentliyinə vurmaqla tapılır. 2-ni 1-ə vurduq 2. 8-dən 2-ni çıxdıq 6. Deməli, Y bəndi oldu. Beləliklə, yəni ümumi rabitə deyəndə sadəcə oksigenin sayını sıra nömrəsinə vururuq. Daha doğrusu sayını vururuq valentliyinə. Yox, əgər iyonu soruşursa, metalı vururuq onun, yəni metalın sayını vururuq valentliyinə. Əgər kovalenti soruşursa, o zaman nə edirik? Deməli, ümumi rabitədən, yəni 4-ü 2-yə vururuq 8-dən çıxmalıyıq iyonu, yəni metalın valentliyi ilə sıra nömrəsinin 2-yi 1-ə vuranda 2 elədi axı. 8-dən 2-yi çıxdıq 6 elədi. Daha sonra, deməli CO2-də C oksigen bu formadadır. Çünki karbon CO2-də 4 valentdir. Ona görə karbonun ikisi bura atdım, ikisini bura atdım. Ümumi rabitənin sayı deyil 2, 2, 4 dənə, yəni deməli D. Daha sonra NH4 xlor, yəni amonium xloriddə isə bu formada da deməli 4 dənə hidrogen var. 1, 2, 3, biri donor akseptor mexanizmi ilə yaranır. NH4 xlor bu formada. Ümumi rabitənin sayı nə qədər deyir? Kovalent rabitə daha doğrusu 1, 2, 3, bir dənə də burada xlor. Oldu 4 dənə. Bu donor akseptor mexanizmi ilə yaranır. Deməli 4 olduğu üçün C, burası C. Sonra kalium hidrosulfat, deməli kalium HSO4. Yenə ümumi rabitənin sayı nə qədər olacaq? 4-ü 2-yə vuracaqsınız 8. Bu ümumi rabitədir. Bir də var iyon rabitəsi. Yəni kalium 1 valent daxı sayı da 1-dir. 8-dən də 1-i çıxmalıyıq. Eləsin 7. 7 dənə də kovalent rabitə olacaq. Ona görə deməli bura olacaq B və H3PO3. H3PO3 isə gəlir HPO3-ə. Yəni H3PO3 normalda bu formada deyil də HPO3-ə gəlir. Fosfit turşusunda. İndi bunun açılışı necədir? Deməli H3PO3 HPO3-ə gəlir neçə dənə hidrogen itirir? 2 dənə. Deməli 2 əsaslıdır. 2 dənə hidrogeni yazdım. Sonra oksigenləri qurdum. Fosforu yazdım. Oksigen 3 dənə deyə biri var, ikisi var. 3 dənəsini qurdum. Amma mən neçə dənə hidrogenim olmalıdır normalda? 3 ədəd. İkisini yazmışam, biri çatmır. Ona görə birini də buradan yazıram. İndi ümumi rabitə, kovalent rabitənin sayı nə qədərdir? 1, 2, 3, 4, 5, 6. Bir dənə də burada 7. Yəni 7, bu da bu formada.